mənim qənaətim ondan ibarətdir ki, doğrudan da bax bu Trumpın hakimiyyətə gəlişindən sonra o münaqişələrin həll olunması prosesinə start verilir ki, onlar haqqında yuxuda və rüyada danışırlar. İlman müəllim, bax bu çox ciddi bir məqamdır. Mənim Amerikanın ümumiyyətlə həm siyasətindən, həm özünün xoşuna gələn bir cəhət var ki, adamlar müəyyən bir sözü deyirlərsə, onu eləməyə çalışırlar və yaxud da nail olurlar. Yəni, bu çox ciddi bir xarakterik bir xüsusiyyətdir. Ümumiyyətlə, Amerika dövləti üçün xarakterikdir. Bax, bu prosesi bir çox dövlətlər eləmək istəyirdi. Hələ mən 90-cı illəri demirəm, son 5 il ərzində. Elə istər dəhlizin açılması, istər münaqişəyə son qoyulması, o istəkləri ifadə edirdilər, amma eləmirdilər. Düzdür. Bax, bu məsələ var. İndi siz fikir verirsiniz, bax, bu çox ciddi bir tarixi, mən deyərdim, nailiyyətə Şarman Şeyxdə imza atılır. Bunun ardınca Trump elə Knessetdə də onu söylədi. Dedi, İranla bağlı məsələləri tənzimləmək, İranla sülh müqaviləsi ilə bağlı, İrandan sanksiyaların götürülməsi məsələlərini dilə gətirdi. İlk dəfə idi. İlk dəfə idi və çox maraqlıdır. İndi çox maraqlı bir vəziyyət yaranıb. Növbəti İrandır yoxsa Ukrayna? Maraqlı sualdır. Növbəti İrandır yoxsa Ukrayna? Amma elə bu sualın cavabını Trump verdi. Dedi ki, Ukrayna. Və hesab etmək olar ki, bundan sonra artıq 8-ci münaqişəni Trumpın məntiqi ilə desək, həll etdikdən sonra artıq Rusiya-Ukrayna münaqişəsinin, müharibəsinin həlli istiqamətində və Avropa regionuna sülhün gətirilməsi məsələsində Trumpın fəaliyyəti daha da genişlənəcək və istisna deyilir ki, lap yaxın zamanlarda yenidən Trump ilə Putinin telefon danışıqları başlansın və mənə elə gəlir ki, bu istiqamətdə intensivlik artacaq.